Salam əziz abituriyentlər, bugün sizinlə birlikdə sabit cəryanın işi və gücü John Lenz qanununun test izahına baxacağıq. Başlayaq. Bizə deyir ki, dövrə hissəsinin müqaviməti hansı ifadə ilə təyin olunur? Gəlin belə başlayaq. Biz işin düsturundan müqaviməti tapmağı bizdən tələb eləyir. Biz işin düsturlarını yazsaq, iş necə idi? A nəyə bərabərdir? A bərabərdir i kvadratı RT və yaxud da ki U kvadratı böl R vur T. Bu düsturları sizlə keçmişdik. Düzdür? Davam eləyək indi buradan. Nə istəyir? Cərəyanla olan düsturdan, yəni birinci bu düsturdan müqaviməti tapmaq. Müqaviməti tapsaq R nəyə bərabərdir? A bölünsün I T. I kvadrat vur T. Yəni cavabımız A variantı. Keçdik ikinci suala. İkinci sualda dövrə hissəsində müqaviməti hansı ifadə ilə təyin olunur? Burada isə bizə müqavimətlə olan düstur istəyir. Müqavimətlə olan düsturumuz hansı idi? Baxın budur. Yazsaq, nə yazarıq? Burada müqaviməti tapsaq, R bərabərdir. U kvadratı vurulsun T bölünsün A. Yəni cavabımız C variantı. Davam eləyək. Gərginlik düşküsü deyir ki 6 volt olan dövrə hissəsi. Gəlin verilir yazaq uşaqlar. Mütləq şəkildə bacardığınız qədər verilir yazmağı öyrəşdirin özünüzü. Gərginlik düşküsü, yəni bizdə U bərabərdə 6 voltdur. Sonra nə deyir? 5 saniyə ərzində, yəni zamanım T bərabərdə 5 saniyədir. Sabit cəryanın işi A, yəni iş A ilə işarə olunurdu. A 60 jol olarsa dövrənin cəryan şiddəti nəyə bərabərdir? I sual işarəsi. Cəryan şiddətinin düsturunu yazsaq, daha doğrusu işin düsturunu yazsaq, A nəyə bərabərdir? A bərabərdir I U T. I U T. Bundan i-ni tapsaq, I bərabərdir. Nə olacaq? A bölünsün U T. O da bərabərdir. Yerinə yazsaq, A-nın yerinə 60, U-nun yerinə 6, T-nin yerinə 5. O da bərabərdir. Neçə eləyəcək? 2 amper. Yəni cavabımız B variantı. Dördüncü sual. Gəlin bunları silək, sonra davam eləyək. Dördüncü sualda uşaqlar bizə bunu çox qalın eləmişəm. Biraz da naziləşdirək. Göylə yazaq. Dördüncü sualda deyir yenə müqaviməti, verilərimizi yazaq. Müqavimət nə ilə işarə olunurdu? R ilə yazıram. R bərabərdir 30 ohm. Naqilin en kəsiyindən 20 klon yük keçir. Yəni Q bərabərdir 20 klon. Sonra deyir işi verib bizə A bərabərdir 200 joule görmüşdür. Elektrik yükünün keçməsi üçün sərf olunan zaman müddəti nəyə bərabərdir? Zaman da uşaqlar nə ilə işarə olunur? T ilə. Test sual. Biz nə edəcəyik? Yenə də işin düsturunu yazacağıq. İş nə idi? A bərabərdir I kvadrat R T. Bu düsturdan istifadə edəcəyik. Amma görürəm ki, cəryan şiddəti yoxdur. Cəryan şiddətinin düsturu necə idi? I nəyə bərabərdir? Q böl T değildi. Gəl buradan i-ni tapaq. Q neçədir? 20'dir. 20 bölünsün. A zamanı bilmirəm. Gətirib burada yerinə yazıram. I-nin yerinə nə yazıram? Yazıram ki bərabərdir 20 vur bölünsün T'nin kvadratı vurulsun R vurulsun T bərabərdir. Açsaq buradan 400. Müqavimətimiz neçədir? 30. Vurulsun 30. Vurulsun T bölünsün T'nin kvadratı. T'nin biri ilə T'nin biri ixtisar gedir. Bərabərdir. Bizim işimiz nəyə bərabərdir? Gəlin işi də verib bizə 200'ə. Bərabərdir 200'ə. Buradan bu bərabəri silsək. İxtisar aparırıq. 200 ilə 400 gedir. Burada qalır 2. 2'ni 30'a vurdum. 60. 60 bərabərdir T'yə. Yəni 60 saniyə. B variantı. Silək bunları. 5-ci suala davam eləyək. 5-ci sualda bizə deyir ki, yenə gəlin verilir yazaq. 10 saniyə ərzində, yəni nədir bu? T bərabərdir 10 saniyə. En kəsiyindən 5 klon yük, baxın görürsünüz yük keçir. Yük nə ilə işarə olunur? Q ilə. Q bərabərdir 5 klon.
yük keçir. Cərəyanın işi, iş nədir? Adı. A bərabərdir 50 joule. Naqilin müqavimətini hesablayın. Yəni sual. Yenə də mən işin düsturundan istifadə edəcəm. A bərabərdir I kvadratı. Çünki gərginlik yoxdur. I kvadratı vur T. Bu düsturdan istifadə edəcəm. Bərabərdir. Burada i'nin yerinə nə yaza bilərəm? i'nin yerinə Q kvadratı bölü T kvadratı vurulsun vurulsun T. Buradan T ilə T'nin biri ixtisar gedəcək. Bərabərdir. Bərabərdir. Q kvadratının yerinə 25. T'nin yerinə 10 vurulsun. R'in yerinə də nə yazacağım? Bilmirəm R'i. Bərabərdir nəyə? İşə. Yəni 50-yə. 50 ilə 25 ixtisar gedir. Burada qalır 2, burada qalır 1. Yəni R bərabərdir 20 ohma. Var cavab. Bəli, C variantı. Davam eləyək. 5 dedik. 6-cı məsələyə baxaq. Silək bunları ki, qarı. 6-cı məsələdə verib ki, ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Düsturumuz nədir? Gəlin yazaq mütərizənin içində. Daha doğru kökün altında P vurulsun S bölünsün rho vur L. Burada rho L böl S nəyin düsturudur? Müqavimətin düsturudur. Yəni biz bilirdik də R bərabərdir rho L böl S. Belə bir düstur keçmişdik. Gətirin yerinə yazsaq. Onda alırıq ki P bölünsün R. P'nin də elə düsturun yazmalıyıq ki kök çıxsın. Burada P'nin düsturları biz nə yazmışdıq? P'nin düsturu belə idi. P bərabərdir U kvadrat böl R və yaxud I kvadratı R. Hansını qoya bilərəm? U kvadratını qoysam kök altı 1 bölünsün kök altda U kvadrat böl R alınır. İstənilən birini qoya bilərik. Gəl qoyaq istədiyiniz birini qoysaq cavab eyni alınacaq. Qoyaq I kvadratı böl R. Kök altda I kvadratı vur R bölünsün R. Burada R'lər ixtisar gedir. Kökdən də çıxır. Nə? Təkcə cərəyan şiddəti. Cərəyan şiddəti. B variantı. 7-ci suala baxaq uşaqlar. 7-ci sualda bizə nə deyir? Yenə bizə vahid verib 7-ci sualda fiziki kəmiyyətin istəyir. Nə yazarıq? Amper kvadratı vurulsun ohm vurulsun saniyə. Sonra siz bu belə olan vəziyyətdə nə edirik? Burada kəmiyyətləri oxuyuruq. Amper nəyin vahididir? Cərəyan şiddətinin. Yəni i'nin kvadratı. Ohm nə idi? Müqavimət. Yəni R vurulsun saniyə nəyin vahidi idi? Zamanın T. I kvadratı RT nəyin düsturudur? Təbii ki, işin düsturu A. Yəni cərəyanın işi. Davam eləyək. 8-ci sualda 8-də deyir ki bizə elektrovolt hansı fiziki kəmiyyətin vahididir? Elektrovolt. Bilirsiniz nə deməkdir? Yəni E nə idi? Yükdür də. Q. Q vurulsun U. Nəyin düsturuydu bizə? Enerjinin vahidi 8'də nədir? Cavab 8'də 7. 8-ci sualda uşaqlar deyir ki, elektrovolt hansı fiziki kəmiyyətin vahididir? Elektrovolt elektrik enerjinin vahididir uşaqlar. Yadınızda saxlayın. Elektrovolt görsəz enerjinin vahididir. 9-cu sualda bizə deyir ki, metal naqil hansı zaman fasiləsində ayrılan istilik miqdarı gərginlikdən asılı. Belə məsələdə yenə də deyirəm. Baxın, mütərizədə verib. Naqilin müqaviməti sabitdir. R sabit olan. Q'nun düsturları necə idi? Q bərabərdir. U kvadratı böl R vur T. Bax, nə yazıb? Müəyyən zamanda. Zaman sabitdir. Və naqilin müqaviməti sabitdir. Onda bizə U, Q, U ilə necə asılıdır? Kvadratik düz asılıdır. Yəni C variantı.
10-cu suala baxaq. Onda da baxın eyni məsələdir. Metal naqildə cərəyan şeydir. Bax görürsüz müəyyən zaman deyir. Müəyyən zaman deyirsə, zaman fasiləsini sabit götürürük və mütərizədə deyir naqilin müqaviməti sabitdir. Düsturumuz necə idi? A bərabər yox, Q bərabərdir. I kvadratı R T. R də sabitdir, T də sabitdir. Q I ilə necə düz asılıdır? Kvadratik düz asılıdır. Yəni A variantı. 11-ci sualda metal naqilin müəyyən zaman fasiləsində, indi burada baxın, yenə zaman sabitdir, amma sabit digər olan kəmiyyət cərəyan şiddətidir. Mən elə düstur götürməliyəm ki, Q bərabərdir I kvadrat, R vurulsun T. Burada I ilə I sabitdir, T sabitdir, müqavimət istilik miqdarı ilə necə asılıdır? Düz asılı olacaq, yəni A variantı. 12-ci suala baxaq. 12-ci sualda bizə deyir ki, metal naqilin eyni bir müddət ərzində ayrılan istilik miqdarı müqavimətdən necə asılıdır? Amma sabit olan kəmiyyəti verib mənə. Nə verib? U sabitdir deyir. U sabitdirsə onda düsturum necə olacaq? Q bərabərdir. U kvadratı böl R vur T. Burada U sabitdir, T sabitdir. Q R-lə necə asılıdır? Tərs asılıdır. Yəni A variantı. 13-cü məsələyə baxaq. 13-də deyir ki, verilmiş metal naqildən ayrılan istilik miqdarı cərəyanın keçmə müddətindən asılı qrafiki verilmişdir. Deyir, U sabitdirsə, ayrılan istilik miqdarının cərəyanın keçmə müddətindən asılı qrafiki. Demək, Q düstur necə idi? Q bərabərdir, qoy yazaq. Q bərabərdir U kvadratı R T. Verilmiş ayrılan istilik miqdarının cərəyanın keçmə müddətindən asılı qrafiki. U sabitdir deyir. Bizə məsələnin şərtində bir də verilib ki, verilmiş metal naqildə. Verilmiş metal naqil deyirsə, müqavimət də sabitdir. Ona görə də burada Q T ilə necə asılı oldu? Düz asılıdır. 14-cü məsələ. Hansı cihazın vasitəsilə elektrik cərəyan gücünü hesablamaq olar? Gücün düsturları necə idi? Yazaq. P bərabərdir. U kvadrat böl R. I kvadrat vur R. Və yaxud da ki Q böl daha doğrusu A böl T. İndi bunlardan hansı? Elektrik sayğacı varsa saniyə ölçən. Yəni 1 ilə 2 ola bilər. Elə cavabımız 1 böl 1, 2. Elektrik sayğacı cərəyanın işini ölçür, zamanı ölçür, bir-birinə bölüb biz cavabı tapa bilərik. Yəni bu düsturla. Dərs izahımızda o barədə danışmışdıq. 15-ci sualda hansı fiziki kəmiyyətin vasitəsilə cərəyanın gücü? Yenə də baxın, burada ampermetr varsa mütləq şəkildə voltmetr də olmalıdır. Baxın, bizdə bir dənə düsturumuz, gücün düsturu vardı. I vurulsun U düsturumuz vardı. Düzdür? Ona görə də burada ampermetr və voltmetr olduqda biz gücü hesablaya bilirik. Yəni burada 1, 4 Y variantı. 16-cı suala baxaq. 16-da bizə deyir ki, verilmiş elektrik dövrəsində A, B aralığında hansı elementlər bağlanılıb? A ilə B, baxın burada da uşaqlar, baxın A ilə B arasında. A-dan gəlin gedək, baxın bu. Bu A, B aralığında hansı elementi hansı elementi bağladıqda el lampası parlaqlığını tənzimləmək olar. Biz elektrik cərəyanını tənzimləmək üçün reostatdan istifadə edirik. Reostatın da şərti işarəsi uşaqlar, baxın budur. Elə bil bir növ rezistordur, amma rezistorun başında bir belə deyək ki, fırlatmaq üçün bir dəstəyi var. O dəstək vasitəsilə harda istəyirik onu saxlayıb onu tənzimləyə bilirik. Yəni Y variantı. 17-ci sualda 110 volt və 220 volt gərginliyə hesablanmış eyni gücə malik. Eyni gücə malik nə deməkdir? Yəni P1'imiz bu yazmadı bir dəqiqə. Eyni güc nə deməkdir? P1 bərabərdir P2. Düzdür? Eyni gücə malik iki lampanın müqavimətlərinin nisbətini hesablayın. Mən gücün düsturunu nə bilirəm? P nəyə bərabərdir?
U kvadrat bölünsün R'dir. Düzdür? Getirib yerinə yazsam, U1 kvadrat bölünsün R1 bərabərdir. U2'nin kvadratı bölünsün R2. Gəlin R'ləri bir tərəfə, gərginlikləri bir tərəfə yığsam, onda alacağım U1'in kvadratı bölünsün U2'nin kvadratı bərabərdir. R1'in bölünsün R2. U1'in yerinə nə yazacağım? U1 nədir? 110 volt. U2 nə qədərdir? 220 volt. O da bərabərdir R1 böl R2. Bizdən elə R1 böl R2'ni istir də, düzdür. Bir də burada müqavimətlərin kvadratıdır. İxtisar getdikdə alınacaq 2'də 1. 2'də 1'in kvadratı. Bu da bərabərdir 4'də 1. Bərabərdir R1 bölünsün R2'ye. Burada da R2 var. Cavabımız 4'də 1. Yəni B variantı. 18-ci suala baxaq. 18'də bizə deyir ki, vahid istəyir təbii ki, açılış istəyir. Deyir, jol vurulsun metr bölünsün amper kvadratı nəyin vahididir. Deyir ki, baxaq. Jol vurulsun metr bölünsün amperin kvadratı vurulsun saniyə. Burada nə edərik? Əsas vahidləri çevirsək, amper saniyə metr. Burada jolu açsaq, newton vur metrdir. O da kilogram vurulsun metr. Bir dənə də metr var. Jolda var. Eləcə metrin kubu bölünsün saniyə kvadrat. Bir dənə də burada saniyə var. Saniyənin kubu vurulsun amper. Bu bizdə nəyin vahididir? Bu bizdə amperin kvadratı daha doğrusu. Bu bizdə xüsusi müqavimətin vahididir. D variantı. Sonra 19'da nədir? Deyir, volt böl ohm. Hansı ifadədir? Watt nə idi? Watt bizdə gücün vahididir də, düzdür. Elə bir ki, güc bölünsün müqavimət. Bax, belə bir şeydir. Güc bölünsün müqavimət nə vaxt olur? Gücün hansı düsturundan? P bərabərdir. 2 dənə düstur vardı. I kvadrat R vardı. Bir də hansı düstur vardı? U kvadrat böl R düsturu vardı. Bizdə deyir ki, P daha doğrusu. P bölünsün müqavimət. P bölünsün müqavimət bizə nəyi verir? Cərəyan şiddətini verir. Kvadratını. Cərəyan şiddətinin kvadratından kök aldıqda cərəyan şiddətini verəcəkdir. Yəni D variantı. 19. 20-ci sualda deyil, jol bölünsün, klon vurulsun ohm. Jol nəyin vahidi idi? İşin vahidi idi də, düzdür. Yazıram bura iş, yəni A və yaxud Q. Klon yükün vahididir. Vurulsun müqavimət, vurulsun R. Bu nəyin düsturudur? Biz neyini? Burada gəlin, hamıdan yaxşı işin düsturunu açaq. İşin düsturu necə idi? Q vurulsun U. Q vur U. Düzdür? Bölünsün Q vurulsun R. Q'lar ixtisar getdi. U böl R nəyi verir bizə? Cərəyan şiddətini. Gəldi 21-ci sual. Metal naqildən elektrik cərəyanının gücü cərəyan şiddətindən asılı qrafiki. Baxın, yenə müqayisə istəyir. Amma nə sabitdir? R sabitdir. Gücün düsturları necə idi? P bərabərdir I kvadratı R. Bir də bərabərdir U kvadratı böl R'dir. Düz də asılı ola bilər, tərs də asılı ola bilər. Yox, bizdə daha doğrusu çaşdım mən. Gücün cərəyan şiddəti ilə asılılığını istəyir. Ona görə də mən hansı düstura baxacağım? Baxın, bu düstura baxacağım. Müqavimətin gücdən asılılıq qrafikinə. Necə asılıdır? Kvadratik düz asılıdır. Yəni D variantı. 22-ci sual. 22'də deyir ki, verilmiş gərginlik. Verilmiş gərginlik nə deməkdir? U bərabərdir konstant deməkdir. U konstantdırsa güc müqavimətlə necə asılı olur? Düsturumuz necə idi? P bərabərdir U kvadrat böl R düsturundan istifadə edəcəm. P ilə R necə asılıdır? Tərs asılıdır. Yəni C variantı. 23-cü suala baxaq. 23'də bizə deyir ki, elektrik cərəyanının gücünün verilmiş dövrə hissəsindəki uzlarındakı gərginlikdə. Demək, nə verib bizə? Bizə güc verib. Dövrə hissəsi uzlardakı gərginlikdən asılı qrafiki. P, gərginlik, daha doğrusu güc gərginliklə necə asılıdır? Kvadratik. Düstur necə idi? P bərabərdir. Niyə yazmadı? P bərabərdir U kvadrat böl R düsturuna görə görürük ki, kvadratik asılıdır. Digər suala baxaq. Sabit gərginlik mənbəyinə qoşulmuş. Yəni bu nə deməkdir? U bərabərdir konstant.
qızdırıcının, spiralın uzunluğunu, eli yəni uzunluğunu artırıb 1,10'da 2 dəfə artırdıqda ondan ayrılan güc necə dəyişər? Gücün hansı düsturunu götürəcəm? P bərabərdir. U kvadratı böl R. Niyə? Çünki U sabitdir deyə mən bu düsturu götürməliyəm. P ilə R necə asılıdır? Tərs asılıdır. Biz bilirik ki, müqavimətin düsturunda necə idi? Rho L böl S idi. Burada L artdığına görə P neynəyəcək? Azalacaq. Niyə? Tərs asılıdır deyə. Nə qədər azalacaq? 1,2 dəfə azalar. A variantı. 25-ci sual. Müqaviməti 10 ohm olan elektrik qızdırıcısı sabit gərginlik mənbəyinə qoşduqda 1 saniyədə ayrılan istilik miqdarını verib, gəl uşaqlar verilir mütləq şəkildə yazaq. Verilir yazsaq necə yazarıq? Müqavimətimiz, yəni R bərabərdir 10 ohmdur. Sonra qızdırıcı sabit gərginlik mənbəyinə qoşulduqda 1 saniyə T yəni bərabərdir 1 saniyə. Ayrılan istilik miqdarı, yəni Q nə qədərdir? 160 joule. Dövrədəki gərginliyi hesablayın. Yəni gərginlik U sual işarəsi. Biz Q'nun düsturu necə idi? Q bərabərdir. Ay, yazmadı. Q bərabər nə yazmadı bu? Q bərabərdir I U T düsturundan gedəcəyik. Buradan görürük ki, cəryan şiddətinin yerinə cəryan şiddəti yoxdursa U kvadratı R var. Başqa düsturdan gedərik. U kvadratı böl R vur T düsturundan gedərik. Burada onu tapsaq U nəyə bərabərdir? U bərabərdir. Q vurulsun R bölünsün T kök altda alınacaq. Bu da bərabərdir. Yerinə yazsaq Q'nun yerinə yazaraq 160 vurulsun. 160 vurulsun neçə? 160'ı vururam. R müqavimətim 10'a. Bölürəm zaman 1'ə. Bu da kök altındadır. Bərabərdir. Bu da bərabərdir. 16'dan kök çıxır 4. Cavab 40. 40 volt daha doğrusu gərginlik istədiyə. Y variantı. 25. 26'da bizə deyir ki, gəlin silək təzədən yazaq. Aşağıda yeri var değil mi? 26'da deyir ki 200 volt gərginlikli. Yəni nə yazacağım? Gərginlik U. U bərabərdir 200 volt. Cəryan mənbəyinə birləşdirilmiş gücü, yəni nə? P 400 volt olan daha doğrusu watt olan elektrik lehimləyicisinin müqavimətini hesablayın. Yəni R'dir hesabla. P nəyə bərabərdir? P bərabərdir U kvadrat böl R'dir. Düzdür? P'nin yerinə nə yazacağım? 400 bərabərdir. Onun yerinə 200'ün nəyi? Kvadratı. Yəni 200 vur 200 belə yazaq. Bölünsün R. Burada 400 ilə 200 ixtisar gedir, qalır 2. 2'nin biri ilə də 200 ixtisar gedir, burada qalır 100. Yəni R nəyə bərabərdir? R bərabər oldu 100 ohm. 100 ohm. B variantı. 27. deyir ki bizə uzlarındakı gərginlik, yenə də yazıram. U bərabərdir 6 volt. Naqildəki cəryan şiddəti, yəni I bərabərdir 2 amper. Naqildə 5 dəqiqə ərzində T bərabərdir 5 dəqiqə. Bunu mütləq şəkildə saniyəyə çevirsəm 60'a vururam. 60 vurulsun 5, o da eləyəcək 300 saniyə. Ayrılan istilik miqdarı Q sual işarəsi. Q'nun düsturu necə idi? Q bərabərdir I U T. İ'nin yerinə 2, vur onun yerinə 6, vurulsun 300. O da bərabərdir. Neçə eləyəcək? 12'ni 3'ə vuranda 36.000. Yəni 3600 yəni D variantı. 27 D. 28'dədir. Sabit cəryan dövrəsinə qoşulmuş. 27 yazaq. 27, 28'də.
Deyir ki, sabit elektrik dövrəsinə qoşulmuş lampadakı gərginlik, yəni U bərabərdir 20 volt. Cəryan şiddəti, yəni I bərabərdir 3 amper. Hansı müddətdə lampadan, hansı müddətdə, yəni T, bilmirəm, istilik miqdarı ayrılar. Yəni Q da bərabər olacaq 1200 joula. Demək, neyəcəm? İstilik miqdarının düsturunu yazacağım. Q bərabərdir I, U, T. Yerinə yazsam, Q'nun yerinə yazıram 1200 bərabərdir. I-nin yerinə 3 vurulsun, onun yerinə 20 vurulsun T. Tənliyi həll eləsək, ixtisar aparsaq, T bərabərdir 20 saniyə alınacaq. Yəni B variantı. 29-cu sualda bizə deyir ki, hansı halda fiziki kəmiyyətlərin vahidi düzgün göstərilmişdir? Gərginliyin vahidi nə idi? Volt. Ya B'dir, ya B olacaq, ya da Y variantı. Digər variantları çıxdıq. Sonra, cəryan şiddətinin vahidi nədir? Wattdır. Xeyr. Ampermetr. Bəli. Gücün vahidi isə wattdır. Yəni cavabımız Y variantı. 20-30. 30'da deyir ki, hansı halda fiziki kəmiyyətlərin vahidi düzgün göstərilmişdir? Cəryanın işi. İş nə idi? Joule-dur. Ampermetr deyil, ohm deyil. Sonra, cəryanın şiddəti. Cəryan şiddətinin vahidi amper. Amper, burada joule, ohm yazıb, səhvdir. D variantı. Müqavimətin vahidi də ohmdur. Yəni A variantı. 31-ci sualda deyir ki, gücü, yəni güc nə ilə işarə olunurdu? 31. Güc P ilə yazırıq. P bərabərdir 900 watt olan elektrik filtəsinin spiralının uzunluğunu qədər qısaltsaq. Əvvəl spiralın uzunluğu L1 bərabərdir L-ə. Sonra mən onun uzunluğunu elədim. L2 bərabərdir 4/1 qısaltsam. Nə qədər qalacaq? 4/3'ü qalacaq da, düzdür? Yəni L-dən çıxıram 4/1'in. Qaldı 4/3 L. Qısaltdıqda. Bundan sonra onun gücü nə qədər olmuşdu? Yəni bu P1'dir. P2'dir, nə qədər olmuşdu? Sonraki gücü. Biz dedik ki, sabit olan kəmiyyətimiz nədir? U-dur. Düsturum necə olacaq? P bərabərdir U kvadrat böl R. Buradan görürəm ki, P ilə R tərs aslıdır. Onda R'in yerinə də nə yazaram? R bərabərdir rho L böl S. Müqavimət L-lə uzunluqla düz aslıdır. Onda güc L-lə tərs aslı olacaq. Gətirib bu düsturu burada yerinə yazsam. Onda yaza bilərəmmi? P1'in P2'yə bərabərdir L2'nin L1'ə. Çünki tərs aslıdırlar. Onda P1'in yerinə yazaram 900 bölünsün. P2'nin yerinə bilmirəm. Bərabərdir. L2'nin yerinə yazacağım. L2'nin yerinə 4/3 L. L1'in yerinə isə yazacağım L. Buradan L'lər ixtisar getsə, P2'ni vurub bölsəm, bu 3 ilə gedəcək, burada qalacaq 300. Vurduqda 1200. P2 bərabərdir 1200. Yəni 1200 volt. Bunu kilovata çevirdikdə isə 1000'ə bölürük. 1,2 kilovat edəcək. Yəni 31 C variantı. 32'də baxaq. 32'də də eyni məsələdir. Gəlin bunu da eləyək. Silməyək, gəlin qalsın. 32'də də elektrik filtəsinin uzunluğu bir qədər qısaltdıqda yenə də əvvəl gəlin silək buranı, daha aydın yazaq. 32-ci məsələdə demək neynədir? 32'də deyir ki, əvvəl uzunluğu yazırıq. L1 bərabərdir L-dir. L2'ni neynədir? 3/1 qədər qısaltdıqda. Nə qədər qısaltdıqda? L2 bərabərdir. Deyir ki, 3/1 qədər qısaltsam nə olacaq? 3/2'si qalacaq da. 3/1'in çıxıram, 3/2'si qalır. 3/2 L qalır. Qısaltdıqda filtənin gücü olmuşdu. Bu gücü olubsa, demək bunun P2'si bərabərdir 1350 watt olub. Düzdür? Əvvəlki P1'in sual. Biz dedik ki, P ilə
sabit olan kəmiyyətimiz nədir? Gərginlik. Onda bizim gücümüzün düsturu P bərabərdir U kvadrat böl R'dir. Buradan görürəm müqavimətlə tərs asılıdır. Müqavimətin də R bərabərdir rho L bölünsün S düsturunda. L ilə müqavimət düz asılıdır. Onda P ilə tərs asılı olacaq. Onda P1'in P2'ye bərabərdir. Daha doğrusu R deməyək. L 2'nin L1'e nisbəti. Yerinə yazsaq P1'im bilmirəm. P2'm nə qədərdir? 1350 bərabərdir. L2'm nə qədərdir? 3'də 2 L. L1'im nə qədərdir? L'dir. Burada L'lər ixtisar gedir. Vurub açdıqda P1 bərabərdir. 3'e ixtisar gedir bu 4 dəfə. 4 dəfə 12, 15 də getdi 5 dəfə. 450. 450'ni də 2'ye bölüb vurdum 900. 900 watt. Yəni A variantı 32 A variantı. 33-cü məsələdə bizə gəlin belə daha sadələşdirsək, bizim bu ifadəmiz bizə nəyi verir? Jolu verir. Yəni 33 yazaq bura. Yəni burada Jol bölünsün amper vurulsun ohm verir. Düzdür. Bu da bərabərdir. Jol elə bil ki nəyindir? İşidir. Deyək ki burada iş bölünsün. İş bölünsün cərəyan şiddəti. Cərəyan şiddəti vurulsun nə? Müqavimət də R. Biz burada işin düsturun yazsaq I kvadratı RT. I kvadrat RT bölünsün IRT. İR daha doğrusu I vur R, T yoxdur. İR. Burada i'nin biri ilə i'nin biri gedir. R ilə R gedir. Bərabərdir. I vur T. Cərəyan şiddəti vurulsun T nəyi verir bizə? Yükü verir də. Q nəyə bərabərdir? I T deyildi. Onda bizim ifadəmiz elektrik yükü alınır. Yəni B variantı. 33'də baxaq. 33'ə baxdıq. 34'də. Eyni məsələ burada kilogram vurulsun metr kvadrat vurulsun saniyenin burada saniyenin kubudur. Ama biz saniye kvadratını götürsək bir jol kimi götürərik. Yəni jol vurulsun ohm bölünsün volt vurulsun saniye. Bakın belə bir şey alınır. Yəni burada mən iş vurulsun R bölünsün U vurulsun zaman. Burada işin yerine düsturu necə yazacağım? U kvadratı böl R vurulsun T. Düsturun buydu da düzdür. Vurulsun R. Bölünsün U vurulsun T. Burada T'ler ixtisar gedir. R'lər bir-birinə ixtisar gedir. Onun biri ilə onun biri getsə alındı U. Yəni gərginlik. Elektrik gərginliyi. D variantı. Demək 35-ci məsələdə, məsələ demək vahidin açılışında bizə deyir jol vurulsun farad bölünsün amper vur saniyə. Birinci bu jolu olduğu kimi saxlayaq. Faradın açılışı necə idi? Farad klon bölünsün voltudur. Düzdür. Amper vurulsun saniyə özü də klondur. Klonla klon ixtisar getdi. Bərabərdir. Bərabərdir. Alındı bizdə jol bölünsün volt. Yani enerji yani enerji bölünsün enerji yani iş A neye beraberdi bizde? A beraberdi Q vurulsun U değildi. Düzdür. İndi burada jol bölünsün voltda bize neyi verir? Q'nu verəcək də Q. Yani elektrik yükünü A böl U'dur. O da beraberdi jol bölünsün gerginlik volt yani. Elektrik yükü D variantı 35D. 36-cı suala baxaq. 36'da bizdən nə soruşur? 36'da bizə deyir ki, sabit müqavimətli naqildən keçən cərəyan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Bu naqildə cərəyanın gücünün zamandan asılı qrafiki I ilə T bir-birindən sabitdir. Yəni cərəyan şiddəti zaman keçdikcə cərəyan da artır. Cərəyan artırsa onda güc nə edəcək? Güc avtomatik kvadratik artacaq. Yani C variantı. 36C. Niye yazmadı? 36C. 37. sual sonuncu sualımız. Deyir ki sabit müqavimətli I, U, T ilə düz asılsa zaman keçsə xəttə artırsa P ilə kvadratik asılı olacaq. Çünki kvadratik zamanla kvadratik düz asılı olacaq.
Yəni B variantı. B variantı. Bu günlük bu qədər yoldaşlar. Gələn test izahlarında görüşənə qədər. Hələlik.